Salam dəyərli izləyicilər. Bu günləri mövzumuz olacaq əhali məsələləri ilə bağlı. Demək, açdığım testlər toplu ikinci hissədən xüsusi olaraq seçdiyim məsələlərə baxacağıq. Əsasən qəbul tipli məsələlərdir. 220-ci məsələyi nəzərə yetirək. Ölkədə iqtisadi cəhətdən fəal əhali bu qədərdir. 5,7 milyon. Daha doğrusu maddi istehsalda çalışır. Qeyri-maddidə çalışanlar da 2,7 milyon. Ümumiyyətlə, bunlar hər ikisi fəal əhalidir. Baxın, hər ikisi fəal əhalidir. İşsizlərin sayı da 30%-dir. Bizdən əmək qabiliyyətli əhalini istəyir. Mən əsasən bu məsələləri bu tipdə işləyirəm. Deməli, əhali məsələsini, daha doğrusu, əhali iki yerə bölünür. Bir, fəal əhali, yəni işləyən. Fərq yoxdur. Qeyri-maddi və yaxud da maddi istehsal əsas odur işləyir. Digər isə işsiz. Məni özü qeyd edib ki, işsiz 30%-dir. Qeyd edirəm, işsiz 30%-dir. Deməli, 5,7 bir işləyəndir. 2,7 isə digər. Deməli, əsas odur ki, bunlar işləyir, yəni fəal əhalidir. Fəal əhalini bir-birinə toplayaq. 5,7 ilə 2,7 bir-birinə toplayanda eləyəcəyim 8,4 milyon. Deməli, 8,4 milyon əhali fəaldır. İşsizim də 30%. Məndən bunu istəyir. Əmək qabiliyyətli əhalini istəyir. Baxaq. Sizcə 8,4 milyon neçə faizim olacaq? Bu 30-dursa, deməli bu 70 olacaq da, düzdür? Yazıram ki, 8,4 milyonu mənim 70 faizimdirsə, məndən ümumi istəyir də, ümumində həmişə 100% verəcəyik. 100%-ni axtarırıq. Deməli, burada da x da bərabərdir. Mənim doğru cavabım 12 milyon. 12 milyon olacaq. 220-ci məsələ bitdi. Keçirik 223-cü məsələ. Digər məsələlərdə bunu oxşadığı üçün ardıcıl etməyəcəm. 223-cü məsələyə baxaq. Görək bizdən nə istəyir. 223-də deyir ki, ölkədə əhalinin sayı 80 milyondur. Baxın. Bir ildə ölkədə doğulanın sayı 1,9-dur. Öləndə 0,7-dir. Hər 1000 nəfər üçün təbii artıq. Bu əslində primitiv məsələdir. Bax, görürsünüz, ölən də var, doğulan da var. Həmişə belə olanda doğulandan öləni çıxırıq. 1,9-dan çıxırıq 0,7-ni. 1,9-dan 0,7-ni deməli 223-də. Eləyir. Doğru cavabım eləyir. 1,2 1,2 milyon. Ola bizim də səliqəsiz düşdü. Bu 1,2 milyon mənim 80 milyon əhalim üçündür də artım. 80 milyon əhaliyə sən demə 1,2 milyon artım var imiş. Bəs görək 1000 nəfərə nə qədərdir? Bizdən bunu istəyir. 1000 nəfərə tənasübə verəcək. Əsasən əhali məsələlərini tənasüblə işləsək daha tez məqsədimizə çata bilərik. 1,2 milyon vururam 1000-ə. Deməli, vuraq 1000-ə. Bölürük 8 milyonu. Burada milyonu falan açmağa ehtiyac yoxdur. Çünki bunlar ixtisara gedəcək. 1,2-ni də 1000-ə vuranda 1,2 milyonda vururuq 1000-ə, bölürük 8-ə. Doğru cavab eləyir 15 nəfər. Birdən bizə verə bilər ki, bu məsələdə əldə etdiyimiz cavab hansı ölkələr üçün xarakterikdir? Biz almışıq artım 15 nəfərdir. Yadımızda qalsın ki, əgər əhalinin artımı 1000 nəfərə 12-dən çox olarsa, deməli belə ölkələr inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Keçək, deməli, digər məsələlərdə, məsələ 227-ci məsələyə baxaq. 227-ci məsələ nə istəyir bizdən? Deyir ki, A regionda əhalinin sayı ilin əvvəlində bu qədər oldu. Təbii artım isə mənfi 0,10. Xüsusi olaraq bu mənfi var. Uşaqları əsasən çaşdıran və qəbul tipli məsələlərdən biridir. Ona görə mən bunu xüsusi olaraq seçmişəm. Və ilin sonunda əhalinin sayını istəyir bizdən. Baxırıq, nə edirik? Deməli, bunun verdiyi 1000 nəfərə mənfi 2, bu mənfi necə verir? O cürdə yazılır. 1000-ə mənfi 2 nəfərdirsə, görək 130 milyona nə qədərdir? Eləmi? 130 milyonu. Burada milyonu falan ehtiyac yoxdur açmağa. Vaxt etkisi olacaq. Burada mənim olacaq tənasübə verəndə belə deyək, mənfi 2-ni, bu yazaq bunu, mənfi 2 vururam, mənfi 2-ni vururam 130, bu 2 olacaq, 130-a bölürəm 1000-ə. Baxın, burada mənfi olduğu üçün mənim hər hal cavabım mənfi olmalıdır. Deməli, mənim olacaq cavabım mənfi 0,26. Mənfi 0,26 milyon. Burada yenə deyirəm, milyonu açmağa ehtiyac yoxdur. Bu mənim
ilin əvvəlində, daha doğrusu ilin sonunda istəyir məndən. İlin əvvəlində nə qədər idi əhali? 130 milyon idi da elə. İndi də artıb olub bu qədər. Mənfi daha, qabaqda mənfidir, ona diqqətli olaq. İndi də olub bu qədər. Neynəmək? Toplamalıyıq. Əvvəlki ilə indini toplamalıyıq. Amma biz bilirik ki, toplayanda mənfini riyazi qayda qanunlarına əsasən deməli çıxmaq deməkdir bu. 130 milyondan çıxırıq sıfırdan yüzdə deməli 26 milyonu, eləyir cavabım 129'dan 74 milyon. Doğru cavabım isə olacaq bu. Digər məsələlərdən, qəbul tipli məsələlərdən biri də olacaq 228-ci məsələ. Mən sizə bunu düsturla verəcəm və asan yolla, bunun daha rahat məqsədə, bu cür məsələni işləməyin ən asan yolu bu olacaq. Baxıram ki, burada dəmir yolu var və sıxlığı var, dəmir yolunun sıxlığı var. Bir də əhalinin sıxlığı var. Bunu düsturla bir yerə qeyd edə bilərsiniz. Deməli, dəmir yollarını, bu olacaq mənim dəmir yollarım sıxlıq düsturum. Sıxlıq bərabərdir. Deməli, yolların uzunluq bölürəm sahə. İndi sizə burada, bu dəmir yollarının idi. Burada verim əhalinin sıxlığı düsturunu. Əhalinin sıxlığı bərabərdir. Sahə olduğu kimi yerində qalacaq və əhalini yuxarı sürətdə yazacaq. Əhali. Bu bizə nə verirsə, hamısını olduğu kimi yerinə qoyulur. Dəmir yolunun ümumi uzunluğu verir. Uzunluğun yerinə yazırıq. 20.000. Bu oldu mənim 20.000. Orta sıxlığım 400'dür. Baxın, sıxlığın yerinə 400 qeyd edirəm. 400. Və məlum məsələ sahəm yoxdur. Bunda tənasübə verəndə x də bərabərdir. Riyazi belə də verir. Bölən qismət. Bu şəkildə də biz bunu edə bilərik. Mənim doğru cavabım eləyir 50 kvadrat kilometr. Bu oldu mənim sahəm. Yaxşı mı? Sahəni tapdıq. Bu hissə bitdi. İndi davam edirik. Ölkədə əhalinin sıxlığı 100 nəfərdirsə, əhalinin sayını tap. Deməli, ölkədə əhalinin sıxlığı, indi burada yerinə qoyuram, 100 nəfər sıxlığın yerinə qeyd eləmişəm, bərabərdir. Sahəni tapmışam, gətirib qoyuram burada 50, deməli, kilometr, kvadrat kilometr. Əhalinin sayıda x verək, x də bərabərdir. Deməli, x də bərabərdir. Biz 100'ü vururuq 50 kilometrə. Bax, 100'ü 50'yə vuranda edir 5, biri 5'ə vuran 5. 100'ün 2 sıfırı burada, 50'nin 1 sıfırı burada. Kilometrin də arxasında 3 dənə sıfır olur. 1, 2, 3 dənə. Baxıram, cəmi burada 6 sıfır var. 6 sıfırı olanda milyon deməkdir. Oldu 5 milyon. Sən deməli, ölkədə əhalinin sayı 5 milyondur. Deməli, 229-cu məsələdə bu tip məsələlərdən biridir və qəbul tipli məsələlərdən hesab olunur. Ona görə siz bu düsturlarla, ən yaxşısı bu düsturlarla işləsəz, rahatlıqla məsələni qısa müddətdə nəticəsini əldə edə bilərsiniz. Sonra digər məsələ, baxaq. Deməli, 238-ci məsələdə maraqlı məsələlərdən biridir. 238'e baxırıq. Bizdən nə istəyir? Əhalinin sayı 40 milyondur ölkədə. Əhalinin 60% əmək ehtiyatlıdır. Sonra əmək ehtiyatının 75% ikinci və dördüncü sektorda çalışır və digər sektorda çalışanlar istəyir. Nə edirik biz bunu? Baxın, ölkədə 40 milyon adam var. Bunun 60% əmək ehtiyatıdır. 60% əmək ehtiyatıdır. Amma bilmirik də nə qədərdir 60%. Neyniyək biz bunu? 40 milyonun mənim 100%dirsə, bu milyonda heç bir dəyişiklik olmur. Ona görə heç sıfırı onu qeyd edeyim bura. Deməli, 60% istəyir də bizdə. 60%-ni axtaraq bunu. X. Tənasübə verəndə 40 milyon vur 60 bölürəm 100'ə. Və burada sıfırlar bizə köməyimizə gələcək. Daha doğrusu ixtisarda köməyimizə gələcək. Doğru cavabım eləyəcək. Deməli, 24 milyon. 24 milyon. Bu 24 milyon mənim deməli 40'ın 60%-i 24 milyon eləyir. Sonra nə istəyir bizdən? Bu 24 milyon bir də qeyd eləyə bura. Deməli, bu mənim oldu əmək ehtiyatlarım. Bunun 75%-i, gəlin bunu 2 yerə bölək. 75%-i 3-cü və 4-də. Bu 3-dən 4-dədir. Buraya yazıram 3, 4. Məndən bunu istəyir. 1-dən 2-də çalışanlar istəyir də. Neyniyək? Bunu bir neçə yolla eləyə bilərik. Belə də eləyək. Bax, bura 75'dir, bura 25 eləyir də. İstəsəz 24'ün 25%-ni tapın.
Bir dəfəlik qısa cavabdır. İstəsəz də 75-i tapın, sonra cavabdan çıxın. İndi mən bunu 75 tapıram sizin üçün. 24 milyonu mənim 100%-dirsə, 75% nə qədərdir? Bunu da tənasübə verəndə bilir cavabım 18. 18 milyon. Eləmi? Sən demə 18 milyonu 4 və 3 və 4 sektorda çalışır. Bəs bizdən bunu istəyirsə 24-dən 18 çıxar. Tapıram ki, aha, sən demə 6 milyonun da digəri 1 və 2-ci sektorda çalışan əhalinin sayıdır. Deməli, məsələlərlə bağlı önəmli olanları seçib qeyd etdim sizə. Ümid edirəm ki, faydalı ola bildim. Deməli, kanala baxdığınız üçün təşəkkür edirəm. Şərh, like yazmağı və abunə olmağı unutmayın.